Səddam Bayramov 29 yanvar 2002-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdu. Azərbaycan ordusunun əsgəri olan Səddam Bayramov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Su qovşanının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Su qovşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdü. 16 noyabr tarixində nəşi tapılmış və 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdu. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səddam Bayramov ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü Su qovşağının azad olmasına görə medalları və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib.